Salam gözəl xalqım, mən Amin İbrahimov. Müharibə iştirakçısıyam. Gözəl insanlar, gözəl qardaş, gözəl bacılar. Mən evin tək balasıyam, atasız qalmışam. Bacım, qardaşım yoxdur. Yaşamaqda çətinlik çəkirəm. Anam aslında bronxit xəstəsidir, nəfəs alma qabiliyyəti zayıfdır. Mən devlet tərəfindən, bələdiyyə tərəfindən çox yarım otaq verilib mənə. Olanı bir otaqda olsun tikməyə gücüm çatmır. Çünki kirada yaşayıram, buranın pulunu verirəm. Çətinlik çəkirəm. Bunu anlayanlar, bunu başa düşənlər bilir. Sizin dəstək istəyirəm. Maddi, manevi dəstək istəyirəm. Bunu bilirəm. Çoğu adam pis başa düşür. Çoğu adam məndən istifadə eləməyə çalışacaq, canına gəlib. Çünki video bulandıran o qədər çoxdur, bizi sevməyənlər çoxdur bu ölkəmizdə. Xahiş edirəm. Dəstəyinizi əsirgəməyin. Məni tək qoymayın bu çətin günlərdə. Mən inanıram ki, siz vətən evlatlarının hər birini sevirsiniz. Mən inanıram ki, bizlər bizim üçün dəyərliyik. Mən inanıram ki, siz bizə dəstək olasınız. Bugünkü gündə sizə ağız açıram. Sizə bir qardaş kimi, bir oğul kimi necə başa düşürsünüz bilmirəm. Mənə dəstəyinizi əsirgəməyin, xahiş edirəm ki, mən bu kiradan çıxım. Heç olmasa işlədiyimi də evə xərcləyim. Allah hər birinizdən razı olsun.